Herkese selamlar dostlar. Yepyeni video ile karşınızdayıq. Bugün əslində 3-cü həftə çəkməliydim. Bir neçə gün əvvəl prosta çəkə bilmədim çünki getdim məşqə, müəllim gəlməmişdi məşqə falan filan. Video təxirə düşdü. Bugün 3.5-ci həftə və yaxud da 4-cü həftə kimi adlandıra bilərik. Bugün yenə fitness vlog eləyəcəm. Yəni həmişə belə top göstərmək istəmirəm sizə. Fiziki məşqlər eləyirəm. Fiziki deyəndə yəni belə ayaq falan çox azca qol qabağı, bəzən qaçıram sonra qaçış aparatlarında. Onu da artırmışam. 1 kilometr falan rahatlıqla qaçıram artıq. Dediyim kimi getdim məşqdə müəllim yox idi deyə məşq yəni alınmadı falan filan. Belə topandıq fırandıq gəldik, yəni onu bizə göstərməyən bir adı yox idi. Ona görə bugün gedirik fitnessə. Yəni sizə fitness vlogu tam şəkildə göstərəcəm. Hansı məşqlər eləyirəm, məşqlərə nə dəyişikliklər eləmişəm, inkişaf görürəm, inkişaf dostlar həqiqətən görürəm. Belə indi isə keçək məşqə. Bəli dostlar, məşqi bitirdim. Kamera falan. Gedirik indi Fariz müəllimin evə. Işıq zəifdir, Zürbüsayın. Bu da Fariz müəllimdir.
Bəli dostlar, futbolçu oluruq həftə 3,5-4. Oluram həftə 3,5-4. Bizim qaranlıq tonsuz düşmür, qaranlıq tonsuz. Bizim qaranlıq neysən qaranlıqdır. Sıçanmıyəsən, bırak olsa bir işte vlog eləmişim da. Beşəyə bəyəndim bax produksiyonu. Bəli, videonu burada sonlandırırıq. Sağ olsun Farzan prodüksiyon düzəltdi. Ona da o. Videonu bəyənib like atmağı, abone olmağı unutmayın. Növbəti videolarda görüşərik. Yəqin ki bir həftə, fitness bir həftə meydançaq videosu eləməyə çalışacağam. Futbolçu olamıram gün 3. Futbolçu olamıram həftə 3 ola bilər, bəli. Olamıram eləyəcəm. Bəli dostlar, bu qədər. Sağ olun. Geçsəksə nə olacaq? Getməyirə video. Deyəsən ölürdü ya. Elə video çəksə ölürdük deyəsən, parat eləmə. Bəli. Bir daha deyirəm, videoya like atıb kanala abunə olmağı, kanala abunə olmağı, rəy yazmağı unutmayın. Sağ olun, salamat qalın. Fəriddən sağ ol sən də. Sağ ol.